İlk görüşdən necə də diplomatik, necə də sakit görünə bilirlər. İki enerjisinin kölgə tərəflərlə tanış olun. Əgər onları həmişə yumşaq, hər şeyi daim başqaları üçün edən görürsünüzsə, yanılırsınız. İki enerjisi nə deməkdir? İkili davranışlar. Yəni bəzən ikiyüzlülük. Onlar bəzən heç özləri də anlamır ki, mən kimin yanındayam, həm sizin, həm də bizim tərəfdəyəm deyirlər. Belə vəziyyətlərdə də çox tez-tez qala bilirlər. Çox həssasdırlar və buna görə dalaşqan, emosional və bezdirici ola bilirlər. Və onlar kiçik bir şeyi çox böyüdüb dramatikləşdirə bilirlər. Loru dildə desək, qarışqadan fil düzəldirlər. Onlar özlərini lazım olduğunu, sevildiyini daim təsdiq etdirmək istəyirlər. Bu diqqəti özlərinə tələb edirlər və bu da başqalarını bezdirir. Və nəticədə daim pessimizmə düşürlər. İki enerjisini daşıyanlar elə bil ki, böyümüş uşaq kimidirlər. Daim mızıldanırlar, diqqət istəyirlər, universal şərtsiz sevgi axtarırlar. Bu cəhətlər də ətrafdakıları gerçəkdən qıcıqlandırır. Və sizin ətrafınızda belə insanlar varmı? Şərhlərdə yazın.